Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accel feracahum. Bugün yanvarın 3'ü 2026-cı il, düz 6 il bundan əvvəl yanvarın 3'ündən 4'üne keçən gecə dünyanın ən mərd kişilərindən biri şəhid general Qasım Süleymani dünyanın ən bədbəxt və ən alçaq şəxsləri tərəfindən şəhadət məqamına ucaldı. Bugün il dönümüdür. Bu münasibətlə mən başda İmam Zaman olmaqla bütün müqavimət cəbhəsini, vilayət xəttinə başsağlığı deyirəm. Allah şəhid generalı rəhmət eləsin inşallah və ümid edirik ki, tezliklə müqavimət xətti tam qələbəni elan edəcək. Bu fonda istəyirəm mən həm də İranda baş verən hadisələrə toxunam. Bilirsiniz ki, artıq bir həftədir İranda etirazlar var. Çox təəssüflər olsun ki, bəzi düşmən, konkret olaraq İsrail və Amerika, Allah zalim rejimlərə və zalim düşmənlərə lənət eləsin. Bu etirazların fonunda müəyyən ixtişaşlar salmağa cəhd edirlər və bu etirazlardan sui-istifadə hallarına yol açılır. Biz əvvəlcə onu deməliyik ki, hər bir xalqın etiraz etmək haqqıdır. Azərbaycanlılara və Azərbaycanda bu məsələ biraz bizə bəid gəlir, yəni bizim üçün biraz təəccüblü olur. Çünki biz etiraz etmək hüququmuzu çoxdan əldən vermişik. İranda bir neçə nəfər çıxıb hökumətə etiraz edəndə biz onu ixtişaş və yaxud da inqilab kimi görürük və təqdim edirik ki, bu günlər Azərbaycan mediasında, sosial şəbəkələrdə hökumət yönümlü şəxslər İranda baş verən hadisələri inqilab kimi təqdim edirlər və hətta bir neçə günə deməli inqilabın bütün İranın şəhərlərini bürüyəcəyini və hərbinin eyni zamanda polis qüvvələrinin də xalqın tərəfinə keçəcəyini, İranda rejimin çökəcəyini və sair proqnozlar verirlər və bu da təbii ki, yalan və boşboğazlıqdan başqa bir şey deyil. Biz görürük ki, zaman zaman İranda etiraz aksiyaları olur. İnsanlar, vətəndaşlar hər hansı bir razı olmadıqları məsələlərə etiraz edirlər, öz haqlarını tələb edirlər. Bu, onların konstitusiyon haqqıdır. Buna qarşı heç kim heç nə deyə bilməz. Çox təəssüflər olsun ki, bu cür etiraz hallarında bəzən görürsən, düşmən də sui-istifadə edir, öz fitnəsini, hiləsini işə salır və belə hallardan ixtişaşlara çevirməyə cəhd edir. Müəyyən mağazinlərin yandırılması, maşınların yandırılması, müəyyən dövlət əmlakına ziyan vurulması, şəxsi əmlaka ziyan vurma və s. bu cür və yaxud da odlu silahdan atəş açma bu cür hallara yol verir. Bu əlbəttə ki, bir mənalı olaraq düşmənin işidir. Bilirsiniz ki, İranda İran milli valyutasının devalvasiyasının nəticəsində və bir çox deməli qiymət artımları ilə bağlı bu aksiyalar başlayıb, etirazlar başlayıb. Həm də İranda təqribən İran İslam İnqilabının 47-ci il dönümü qeyd olunacaq. Təqribən fevral ayı, yəni bir aydan sonra 47 ildir İran Qərbin sanksiyaları altındadır və bu qədər çətin dövrə baxmayaraq İran yenə də öz mövqeyini qoruyub saxlayıb, öz inkişaf tempini də nəinki dayandırıb, hətta sürətləndirib. Bunu əlbəttə ki, böyük rəhbərin İran İslam İnqilabının ali lideri Seyyid Əli Xamneyi cənablarının dediyi kimi İran bugün nail olduğu bütün sahələrdə nə qədər nailiyyətlər var,
hamısı xalqın dəyanəti, xalqın səbri və hakimiyyəti, rejimi dəstəkləməsi nəticəsində bu olanlar baş verib. Əlbəttə ki, bu ixtişaşların, yəni bu cür etirazlar təbiidir. Bunu bu gün həm də İranın ali dini liderinin bir açıqlaması oldu. Ümumi İranda baş verən hadisələrlə bağlı bir açıqlama oldu. Mən əslində planım var idi ki, bu İranda baş verən hadisələr və ona olan münasibətlər, o hadisələr fonunda sui-istifadə halları və s. kimi mövzulara toxunum və onlar haqqında danışım. Amma bugün ali dini liderin qısa bəyanatını oxuyandan sonra o fikrimdən vaz keçdim və düşündüm ki, elə ən yaxşı ali dini liderin bəyanatını səsləndirim. Bu elə deməli həm də mənim münasibətim olsun. Deməli, rəhbərin Seyyid Əli Xamenei cənablarının bəyanatını mən oxuyuram. Buyurur ki, ölkədə milli valyutanın dəyərdən düşməsinə qarşı bazar əsnaflarının etirazı düzgün və haqlıdır. Bunu indi bəzən mən mediada, sosial şəbəkələrdə gördüm ki, güya bunu hökumətin haqsız duruma düşdüyü və geri çəkilməsi kimi qeyd edirlər, amma elə də deyil. Böyük rəhbər hansı tərəf haqdırsa ona haqlı deyir, haqsız tərəfə də haqsız deyir. Bu elə deməli İslam inqilabını ayaqda saxlayan əsas amillərdən də biri məhz bu məsələdir. Lakin düşmənin muzlu qüvvələrinin əsnafların arxasında hərəkət edərək İran və İslama qarşı şüarlar səsləndirməsi qəbul edilməzdir. Çox açıq və net fikrini səsləndirir. Əlbəttə bu etirazların arxasında düşmənin mənfur, hiləgərcəsinə deməli hilələri var və müdaxilələri var və istəyirlər ki, bu cür hadisələrdən İslam inqilabını zəiflətməyə çalışsınlar. Əsas məqsəd budur. Ağa davam edir ki, etiraz başqa, ixtişaş başqa. Əlbəttə ki, biz bütün hallarda ixtişaşçıları lənətləyirik və ixtişaşçıları pisləyirik, ixtişaş hallarını. Düşünürük ki, ağanın fikrini davam edirəm. Biz etirazçılarla danışacağıq. Amma ixtişaş törədənləri yerində oturduracağıq. Düşmənin planını tanımaq lazımdır. Çünki o sakitləşmir və hər fürsətdə sui-istifadə edir. Biz düşmən qarşısında geri çəkilməyəcək və Allaha təvəkkül edərək xalqın dəstəyi ilə düşməni diz çöktürəcəyik. Görürsünüz, bir neçə cümləlik bəyanatda Seyyid Əli Xamenei cənabları deməli bütün baş verənləri gözəl şəkildə izah eləyir. İxtişaşçılara qarşı heç bir halda rəhimli davranmaq yol verilməzdi. Ağa da bunu qeyd edir. Əlbəttə, bundan əvvəlki bu cür hadisələr ki, İranda belə hallar tez-tez təkrarlanır və ixtişaş törədənlərə, kimlər ixtişaş törədir və İslam inqilabına ziyan vurmaq istəyir, düşmənin hiləsi ilə deməli, ölkədə, İranda bəzi problemlər yaratmağa cəhd eləyir. Bunların hamısının burnu yerə sürtülüb, bundan sonra da rəhbərin dediyi kimi bu iş davam edəcək. Amma əlbəttə ki, bugün ölkədə əgər problem varsa ki, var, bu gizlədiləsi bir məsələ deyil. İranda və bütün ölkələrdə və İranda da bəzi iqtisadi problemlər var. Dediyim kimi, sanksiya altında olan bir dövlətdir. Burada hər hansı bir problemin, iqtisadi problemin olması təbiidir. Bunun əksini iddia eləmək artıq yalan olar. Bu problemlərin həlli istiqamətində bugünə qədər İran xalqı və rəhbərlik birlikdə necə problemlərin öhdəsindən gəliblər, birlikdə addımlayıblar. Mən ümid edirəm ki, bundan sonra da bu belə davam edəcək və İslam inqilabını deməli bitirmək istəyənlər, İslam inqilabına pislik etmək istəyənlərin isə arzuları öz gözlərində qalacaq və mən sonda deməli bir məsələyə toxunmaq istəyirəm. Azərbaycan mediası, sosial şəbəkələri bununla bağlı kifayət qədər xəbərlər dolaşır.
kimlərsə çıxıb məsəl üçün İranın 2000-ci ildə, biri 90-cı ildə, biri məsəl üçün bu il yayda, gələn il yayda və s. proqnozlar verirdilər. İran İslam İnqilabının məhv olması ilə bağlı, İranın parçalanması ilə bağlı və s. mövzularda həmən insanların kəfənləri də çürüyüb, amma İslam İnqilabı yaşayır. İnşallah İmam-ı-Zamanın zuhuruna qədər də İslam İnqilabı davam edəcək və böyük və əzəmətli rəhbər inşallah İslam bayrağını İmam-ı Zamana özü təqdim edəcək. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.